Azərqaz İstehsalat Birliyi Təmir Tikinti İdarəsinin işçilərinə noyabr əzəmiyyət pulunu hələ də verməyib. Bölgə TV Tribunası istinadən xəbər verir ki, bu barədə məlumatı Neftçilərin Hüquqları Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı paylaşıb. O bildirib ki, işçilərə əzəmiyyət pullarını verməyən müəssisə və rəhbərliyi əslində cərimələnməlidir. Həmçinin işə götürən cinayət məsuliyyəti də daşıyır. Azərqaz İstehsalat Birliyi Təmir Tikinti İdarəsindən yazdılar ki, bir qrup işçi DTİ rəisinin əmri ilə 2025-ci il noyabr ayında Ağdərə rayon Həsənrez kəndində ezamda olub. Briqada rəhbəri də daxil hər bir işçi indiyə qədər ezamiyə pulunu almayıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən işçinin ezamiyə xərclərinin məzuniyyət və əmək haqlarının qanunvericilik nəzərdə tutulmuş qaydada ödənilməsində, tutulmuş müavinət və digər ödənişlərin ödənilməsində qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər 700 manatdan 1500 manata dək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 310-cu maddəsinə əsasən isə istər işçilər, istərsə də işə götürənlər, istərsə də başqa fiziki şəxslər Əmək Məcəlləsi və Əmək Qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarda nəzərdə tutulan hüquqları pozmağa, məhdudlaşdırmağa görə maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Rəna Rövşən qızı, Bölgə TV.